O 30 hektar başta oradan yer götürüb də şəhid adından. İndi cəmaatın başını oynatırlar, cəmaatın çörəyin əlindən alırlar. Cəmaatın çörəyin əlindən almaq nə deməkdir? Özün də güya namaz qılırsan. Hansı namazdır o? Mənim oğlum müharibə, 44 günlük müharibə iştirakçısı. Dəfələrlə müraciət eləmişik, 2 hektar ona yer vermir. Dedi ki, Ağcabəddən indi gedin ora, Ağcabəddə dedi, mənim də özüm bilərəm. Yəni mən də elə sual verdim ona, dedim dədənizin torpağı deyil də, yəni bu hökumətindir. Beyləqan rayonunda yaşayan bir qrup sakin Kanal 21-ə müraciət edərək uzun illərdir üzləşdikləri torpaq problemi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Vətəndaşların bildirdiyinə görə vaxtilə aparılan torpaq islahatı zamanı onlar müxtəlif səbəblərdən bu prosesdən kənarda qalıblar. Daha sonra dəfələrlə Beyləqan rayon icra hakimiyyətinə və rayonun müxtəlif dövrlərdə fəaliyyət göstərmiş icra başçılarına müraciət etsələr də problemləri tam həllini tapmayıb. Sakinlərin sözlərinə görə 2003-cü ildə Beyləqan rayon icra hakimiyyətinin başçısı olmuş İrşad Əliyev tərəfindən Beyləqan rayonu ilə Ağcabədi rayonu ərazisində yerləşən ərazidən onlara ümumilikdə 500 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinin 120 hektarından hazırda istifadə etdiklərini, hətta bu torpaqlara görə müvafiq icra haqlarını da ödədiklərini deyirlər. Lakin müraciət edən sakinlərin iddiasına əsasən qalan torpaq sahəsindən istifadə etmələrinə müxtəlif maneələr yaradılır və bu səbəbdən onlar illərdir öz paylarına düşdüyünü iddia etdikləri torpaqlardan yararlana bilmirlər. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də konkret nəticə əldə olunmayıb. Sakinlər kanalımız vasitəsilə aidiyyəti qurumlara müraciət edərək problemin obyektiv şəkildə araşdırılmasını, onlara ayrıldığı deyilən torpaq sahələrinin tam şəkildə istifadələrinə verilməsini və məsələ ilə bağlı hüquqi aydınlıq yaradılmasını xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağam. Belə bir deyim var. Bir ayağım Ağcabəddə, bir ayağım Beyləqanda. Bax, belə. Biz hazırda bir ayağımız Beyləqan inzibati ərazisində, bir ayağımız isə Ağcabədi rayon inzibati ərazisində olan yerdəyik. Yəni, bura demək olar ki, Ağcabədi ilə Beyləqanın düz kəsişdiyi yerdəyik. Burada vətəndaşların bir torpaq problemləri ilə bağlı müzakirələri yaranır və o nöqteyə nəzərdən də biz hazırda gəlmişik həmin əraziyə. Görək burada nələr baş verir. Təbii ki, onu qeyd edim ki, Beyləqan rayon ərazisində yaşayan dəyərli insanların, bir çox şəxslərin müraciəti əsasında gəlmişik. İzləmədə qalın, çox maraqlı olacaq. Görək burada nələr baş verir, bu torpaqlar kimə məxsusdur və kimlər tərəfindən deyilən iddialara görə zəbt olunub və bu məsələlər birazdan hər biriniz görəcəksiniz. İzləmədə qalın. Hər vaxtınız xeyir olsun. Özünüz təqdim edin. Xoş gəlmişsiniz. Ümran Rıza Yaqıboğlu. Beyləqan rayon. Beyləqan rayon Hasanabad qəsəbə sakini. Biz burada, mən şəxsən 75-ci ildə burada yaşayıram. İslahat gedən vaxt bizə islahatı salmadılar. Salınmamışıq daha doğrusu. Nəysə, kənarda qaldıq. Sonra biz müraciət elədik, icra başçılarının neçə dəfə gələnlər var, olubsa rayona, hamısına müraciət eləmişik. Beyləqan rayon icra hakimiyyətinə müraciət eləmişik, bizə baxmayıblar. 2003-cü ildə İrşad Əliyev icra başçısı təyin oldu. O bizə torpaq sahəsi aldı. Belə aldı ki, Ağcabədi ilə Beyləqan ərazisində 500 hektar torpaq dəyişikliyi elədir. Yer dəyişmə. Yəni, mən belə başa düşürəm ki, Beyləqan rayon inzibati ərazisindən Ağcabədi rayon inzibati ərazisinə digər yerdən torpaq verilir və durduğumuz ərazidən də sizə 500 hektar torpaq ayırdılar. Bəli, var. Bizim əlimizdəki 500 hektarın sənətidir. 23 fevral 2007-ci ildə verilib də o həmin. Bəli, İrşad Əliyev. Burada qeyd olunur 500 hektar uşaqların aydındır. Qəsəbəsindən dəm istifadə verilməsi üçün müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Aha, sonra nə oldu? Sonra bunun dalınca düş getdik. Torpağı verdilər mi? Xeyr, torpaq verilmir. Yəni 500 hektar. 500 hektar sənəddə var, özü yoxdur. Özü icra verilir hər yerə. Bizdə cəmisi 120 hektar torpaq ayrılmışlar ki, verələr, o da sənədləşməyi verələr. Biz də bunu istəmirik, heç 120 hektar istəmirik. Biz islahata getməkdən heç salmadılar.
Yəni bizə 5 hektar torpaq lazımdır bu kənd üçün. Kəndin gələcəyi üçün. Mən bu gün varım, sabah yoxam. Amma mənim Belə çıxır ki, yəni bu 500 hektarın hazırda bizdə sənədi var, özü yox. Bəli, özü yoxdur. Adı var, özü yoxdur. Siz hazırda bu günlərin 500 hektar torpağın davasını eləyirik. Bəli, biz onun davasını eləyirik ki, bizə 500 hektar torpaq ayrılsın. Hətta burada gəlib indi bu günləri 2-3 ay bundan əvvəl Ağcabədi gəlibdir ki, bu xəritə dəyişilibdir, nə bilim, başqa yerə verilibdir. Torpağı icara götürüb Ağcabədi verir. bayaqlarım qeyd elədik ki, yəni sizin dediyinizdən mən belə başa düşdüm ki, Beyləqan rayon inzibati ərazisinə, Ağcabədi rayon inzibati ərazisinə oradan torpaq verilib, yer dəyişmə olub da, buradan da oradan 500 hektar alıb. İndi hazır ki, bu 500 hektarı bildik, dediniz ki, verilməyib. Bəs Beyləqanın inzibati ərazisindən 500 hektar hazırda Ağcabədi rayon inzibati ərazisinə verilib, onlar da istifadə edirlər. Həmin o 500 hektarı Arjun tərəfdən veriliblər, onu da istifadə edirlər. sizə verilən torpaq sahəsi gəlib çatmır. Bizə çatmayıbdır, bəli. İndi biz bununla əlaqədar hətta o 120 hektarın pulunu da köçürmüşük. Dövlət rüsumu köçürülübdür, o da köçürüldü. Ona da baxmadım. Niyə 120 hektar? Bax, orada 500 hektar 500 hektarı özləri icarə verirlər. İcra başçısı icarə verir. Hətta biz gəlib müraciət edirik ki, bizə torpaq deyir ki, icarələr. İcarələr mən burada yaşayıram, mən mənə ayırıbdım. Torpağı mənə verir. 500 hektardan söhbət gedir. Bəli, 500 hektardan. Mənim oğlum müharibə 44 günlük müharibə iştirakçısı. Dəfələrlə müraciət etmişik, 2 hektar ona yer vermir. Amma özü istədiyi vaxt kimə istəyir verir və ya istifadə edirlər. 120 hektarın torpağın dövlət rüsumuna keçirməsi. Yox. Hə, bəli. O 120-nin dövlət rüsumunu keçirmişik. Mən onu belə başa düşürəm ki, yerdə qalan 120 hektar var. 120 hektar var bizdədir. Bizə təkimdir. Təkimdən də istifadə edirik. Və 2 hektardan istifadə edirik. Yəni bilirsən, dəqiq danışmaq lazımdır ki, çünki 500 hektar torpaq sahəsinin 120 hektarı hazırda sizin istifadənizdə. Bəli, bizim istifadə edirik. Onun da dövlət rüsumu keçirməsi. Onun dövlət rüsumunu keçirmişik. Yerdə qalan torpaq sahəsi isə verilmir. Müraciətiniz kimədir? Müraciətimiz aidiyyəti orqanlarıdır. Bizə hökumətlərlə eləsinlər, xahiş edirik. 500 hektara ayırsınlar, icarəni versinlər bizə, biz icarə eləyək, icarə torpağının pulunu köçürək, vaxtında pulunu köçürək, özünü də istifadə edirik. Yəni siz bilirsiniz, hazırda 500 hektarın müqabilində 120 hektarında dediniz ki, bizdədir. Yerdə qalan o torpaq ki var, o kimin hazırda istifadəsindədir? Yəni belə bilirsiniz vətəndaş. Vətəndaşlar, bəli. Başqa adamlar. Su idarəsinin firması var, yardımçı təsərrüfatı var. Onu 50 hektar ayırıblar. Hansı ki 115 hektar istifadə edir. Həmin o 500 hektardan bəli. Bu hektarın Şəhid adından ayrıblar. Bu şəhidin də ikisi bu kətdə elə bir də mən qardaşıyam. Yəni görməmişik. O şəhid, o bir şəhid var da. Yəni o şəhidin adından istifadə edib 40 hektarlıq başçı yer ayırıb. Hansı var sizin? Əzəzov. Hocam sana desin. Beyləqan rayonu icra başçısı. Sonra icra hakimiyyətinin bir mavini var, 30 hektar bir yere orada götürübdü. Yəni bu icra hakimiyyətinə məxsus olan yerlər. Bizə yox. Onlar özlərinin və yəni özləri istifadə edirlər. Adı bizimdir, amma dadları özlərinin. Özünüz təqdim edin. Nuriye Fəqan İftaroğlu. Beyləqan rayon. Bəli, Beyləqan rayonu Xaçanabad qəsəbəsi. İndi də burada biz Şəhid qardaşısınız. Bəli. Şəhidimizin qardaşı. Nuriye Hicran İftaroğlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Eşidirsiniz də? Özünüz təqdim edin. Sonra Bəri Saxtaroğlu. Xaçanabad qəsəbəsində yaşayıram, Beyləqan rayonu Xaçanabad qəsəbəsində. Yəni bugün bizim bu yerimizin söz-söhbətini ümumiyyətcə, yəni belə götürək ki, bu söz-söhbət çalınmaqdır. Yəni götürüb mənim yerimi verirlər. Deyək ki, hansısa icrada işləyir deyin. Kim işləyir? Bu dəqiqə həmin o yeri İsrafzadə qardaşı icrada işləyir. Bu yeri İsrafzadə Vaqif. Vaqif icra hakimiyyətində işləyir bu dəqiqə. Məsləhətçi hakimiyyəti. Beyləqan rayonunun icra hakimiyyətində. Biz də yəni Ağcabədi rayonundadır. Burada Ağcabədi rayonunun torpağıdır. Orada müraciət eləmişik rəsmi şəkildə ki, torpağı bizə verin. Biz bu yerdə yəni belə deyim, bu yer indi özünüz də görürsünüz nə vəziyyətdədir. Amma bundan da pis vəziyyətdə olub biz bunu düzləşmişik. Yəni akoplar olub, köhnə düzəltmişik, su olmayıb, su gətirmişik. Bugün bu vəziyyəti biz gətirib çarpmışıq bu yeri. Gətirib Ağcabədi rayonunu götürür. Məsələn, Beyləqan rayonunun icra hakimiyyətinin bu dadı deyin. Orada torpağı verirlər, bizdən alıb verirlər ora. Qonşuma verir. Məsələn. Mən də
bu torpağa rəsmi şəkildə müraciət eləmişik Ağcabədi rayonuna da. Neçə dəfə də getmişik, əməkçidə getmişik, rayon icra hakimiyyətinə də getmişik, orqanlara getmişik. Müraciət eləmişik ki, yəni bu torpağı bizə verin. Biz istifadə eləyək də. Yəni nədir biz ödəyək? İcarəyə Belə verilən başa düşdüm ki, bax burada olan hər kəsdən söhbət gedir. Siz aidiyyatı qurumlara müraciətlər eləmisinizmi? Bəli, eləmişik. Bəli. Biz cavab olaraq nə deyirlər? Sabah yazılıb ki, orada İsrafilzadə İsrafilə məxsuslu yer. Müqaviləni Onun adına müqavilə bağlanır. Burada da ki, üzr istəyirəm, sözünü kəsirəm fəqət. 5-6 ildir ki, bu cəmaət burada, məsələn, onsuz da bayaq Fəxrəddin müəllim qeyd elədi ki, bizə onsuz da islahat getməyib, bizə torpaq verilməyib. Cəmaət illərdir çətinliklə dolanır. Bax burada, bax evinin qırağıdır. Burada bir hektar, para hektar yerdir, götürüb illərlə əziyyət çəkib. Nə bilim, tək o deyil də 8 dənə ailədir. 8 dənə ailə bu balaca yeri, hərəsi 1 hektar, para hektar, 7-8 hektar yerdir. Götürüb istifadə edir, uşaqların böyüdür. Bu uşaqlar da bizim gələcəyimizdir, nə bilim, ölkəmizin gələcəyidir. Bu gün də Allah şükür, getdilər Qarabağı, düşməni məhv elədilər həmin oğlanlar. O oğlanlar burada da yetişir, burada da var. Bəli, biz də onlar üçün böyüdür uşaqlar, əziyyətlə, əlləri qabarla. İndi bu gün həmin o İsrafilzadə İsrafil və yaxud İsrafilzadə Vaqif kullanıb, gedib icra başçısına mavin keçib, öz də bu kənddə yaşayıb. Xeyrimiz bir, şərimiz bir, həmişə mehriban olmuşuq. Amma bu gün gedib orada bilmirəm, varlanıblar, pullanıblar, biraz mal, dana, duna, nəysə də. İndi cəmaatın başını oynatırlar, cəmaatın çörəyin əlindən alırlar. Cəmaatın çörəyin əlindən almaq nə deməkdir? Özün də güya namaz qılırsan. Hansı namazdır o, hansı dindir o, mən bilmirəm. Amma bizim dinimiz elə bir şey buyurmur. İsrafilzadə Vüqar hazırda Vüqar yox, Vaqif. Vaqif, üzr istəyirəm. Vaqif müəllim hazırda Beyləqan rayon inzibati məsələlər üzrə müavinidir. Mavindir, bəli, icra başçısı mavinidir. Gedib oradan da nə bilim qurdalayır bu indi boş torpaqları. Boş deyəndə cəmaət indi belə də qorxulanıb dolanmaq üçün burada nə bilim o da ev oradadır. Toyuğu çıxır, malı çıxır, nə bilim burada bütər yaşayır da ha. Həmin o evin, həmin o evin Əsgərov Vüqarın 4 dənə uşağı var. Bu da ikisi Bakıda universitet tələbəsidir. Onun biri bu il yayda icra başçısı Fəxrimizdir dedi, onunla birlikdə şəkil çəkdirdi. Bəli. Biri əsgərlikdədir, qırmızı asistatla qutarıb. Biri əsgərlikdədir, ikisi universitetdədir. Özü bax bu dəqiqə gələ bilmədi burada. Deyə çöldə işləyir. Nə zülmət, dövlətdən bir qəpik maaş almır o adam. Bir qəpik hələ indiyə qədər almayıb. Nə almır, nə mən almıram, heç biz də almırıq. Bu torpaqla, bu çolla, çosla bir tərbiyə əlimiz ayağımız bu gündə çalışırıq, çabalıyırıq qardaş. Sən də varlanmışsan, kətdə gəlib, özdə onlar bura gəlmədi. Gəliblər, cəmaat da onlara kömək edib, gələndə nə gündə gəldilər. İndi o heç şey, hamımız ola bilər kasıb olar, onu mən istəmirəm. Ancaq gəlmişsən, varlanmışsan, bu cəmaata kömək elə, birinin əlindən tut, kasıbın əlindən tut, bir dövlətə kömək ol. Bir hökumətə kömək ol, bir prezidentə kömək ol. Sən gedib oturmuşsan dövlətin icrasında cəmaata badalaq atsan, dövlətə badalaq atsan. Bəzi şüarlar buraxırsan kəndin içindəki, nə bilim, bilmirəm hansı dinə qulluq edirlər, hansı məhzəbə qulluq edirlər. Qardaşın adına keçirir də belə çıxır. Öz qardaşının adına keçir, öz qardaşı da hərbisidir. Hərbisinin adına keçirə bilmək mümkün olmadığına görə o da ərizə verdi. Hərbidən çıxdı iminli bu torpağı bu cəmaatın əlindən almaq üçün konkret olaraq uğraşırlar. Bu cəmaat əziyyət çəkir, zulüm çəkir. Bax gözü bir belə adamın bir nəfər ailə, bir ailə çörəyin əlindən alır, konkret belədir. Vəziyyət belədir. Bəs müraciət eləyən vaxtı nə cavab verirlər sizə? Hara müraciət eləyirik, elə bir ki ağzımızdan vururlar vallahi. Onlar yol vururlar, deyirlər ki elə bir ki ağzımızdan vururlar. Muxtar müəllim deyib ki, elə heç hələ yazma, pul, hafız gəlsin, o məktub bura gələcək. Həqiqətən də o dediyi kimi də olubdur. Yazmışam, prezident aparatında yazmışam. Oradan da məktub. Muxtar müəllim kimdir? Azərbaycan rayonu Torpaq şöbəsinin müdürüdür. Ağcabədi rayon icra hakimiyyətində Muxtar müəllim. Bu arada salamlayıram, sizə böyük hörmətim var. Eyni zamanda qarşı tərəf kimi sizin də mövqeyinizi dinləməyə hazırıq biz. Getdiniz Muxtar müəllimin Bəli, getdik onun yanına, o da dedi ki, elə torpaq mənimdir. Mənimdir. Bəli, elə deyir. Deyir, mənimdir, biz istədiyimiz adamı verə bilərik. Biz istədiyimiz adamı verə bilərik. Buna dedim ki, prezidentim var, ona müraciət dedi ki, kim eləyirsən elə. Hayfdır o pul. Yəni, məktub yazmıyor olama, pul hayfdır. O məktublar deyir, bax, mənə gəlir, mən də bax, istədiyim kimi eləyirəm. Baxan da olsun Allah, elə deyir. Özüm de Allah'ın olsun öyle deyip de bak ben yanında deyip ki demekti. Bak sana Allah öyle diye demekti. Ben de dedim ki dedemin değil. Öyle demişim ha oğul düz. Siz orada olmuşsunuz. Ha bəli. Özünüz təqdim edin. Nuriyeva Gülmeyre, Qüdrət qızı. Nə vaxt getmişdiniz?
Valla ne var ki 2 ay bundan qabaq. 2 ay oldu. 2 ay idi. Hemen bu torpaq şöbəsində olmuşuq. İcra hakimiyyətində olmuşuq. Yani orada icra hakimiyyəti bizi saymayıb. Yani elə bir qadın olaraq deyib bizim hamımız getmişik ora. İcra hakimiyyəti. Bizim icra hakimiyyəti. Adın zadını bilmirəm mən düzü. Və ora getmişdik. Yani bizi saya salan olmadı. Dedi ki Ağcabəddən indi gedin ora. Ağcabəddə dedi mənim özüm bilərəm. Yani ben de elə sual verdim ona. Dedim dədənizin torpağı deyil də. Yani bu hökumətindir. Yani sen o çıxandan sonra onun deyil də təbii ki. Elə. Elə oldu valla. Allah dövlətimizi var eləsin. Allah prezidentimizi qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzun ömür, can sağlıq arzulayıram. Allah veteranlarımızı qorusun. Allah üç rəngli bayrağımızı daim zirvələrdə eləsin. Allah cənab prezidentimizə dəyməsin. Ümid edirik ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlar ölçü götürəcək, qardaşın nəsə deyəcəyi var. Bax, özümdə Yeni Azərbaycan Partiyasının üzvüyəm. Yəni dövlət prezidentimi sevən adamam. Aləmdə Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmən o İsrafilzadə Vaqif. Bax, and içirəm, Allah'tan böyük şey yoktu. O adam İlham Əliyevi sevməyən bir insan oldu. İndi gelip oynayalım, oturup orada cəmaatın başına oynatsır. Bax, bu söz verim, bax, hamı da şahitdir. Hamı da şahitdir. And olsun Allah, İlham Əliyevi sevməyən bir insan oldu. Düz deyir. Mehriban Yəni belə deyək də, bu ölkənin gələcəyi üçün, üzr istəyirəm, bu ölkənin inkişafı üçün illərlə bu çabaladılar, bu milləti vəziyyətdən çıxartdılar. Yenə deyirəm, Qarabağımızı aldılar. Neçə illər bu ölkədə nə cürə inkişaf gedir? Bu millətin rifahı üçün, yaxşılığı üçün, rahatçılığı üçün. Amma təəssüflər olsun ki, bəzi nə bilim, bəziləri də məmur deyək və yaxud məmur olmasın, nə bilim, pullanan bir şəxs olsun, nə bilim, millətin başına oyun açır, millətin çörəyin əlindən alır. Belə olmaz. Əlbəttə ki, biz bu siyasətin arxasında, biz İlham Əliyevin əlbəttə ki, arxasında. Mən bayaq dediyim kimi, biz övladlarımızı onun uğrunda, onun yolunda böyüdürük. Sabah inşallah Yerevan uğrunda irəlidəyəndə biz o övladlarımızı belə canla, başla ona verməliyik, getməlidir. Amma bunlar qoymurlar biz övladlarımızı böyüdəyik, qoymurlar yaşayaq. Kim pullanır, gəlir cəmaatı əzir, sıxır, əlində olanın əlindən alır. Neyini, hara gedək, başımızı götürür, hara qaçaq bilmirik. Nətər yaşayaq? Öz kətçimiz, öz elimiz, öz bir kətdə yaşadığımız adam başımıza oynatır. 7 hektar yerin içində o sotda mənim yerimdir. Bax, buranlar hamısı bilir. Mən də müharibə veteranıyam, oğlum da. Oradan deyirlər torpaq mənimdir. Mən də deyirəm ki mənimdir. Axı mən də özüm də 5 il canımı qoydum. Bu müharibədə oğlum iştirak elədim. İkimiz də ata-balamı. Bura 30 sotum gəlib. Özü də veteranlı oldu. Buyur, gəl. Özünüzü təqdim edin siz. Nəzərəli Fələli oldu. Xaçılıq kənd sakini. Rəfzadə dedikləri pay torpaqları var, islahata gedib olar. Başqa kolxozda islahata gediblər, torpaqları da var. Əlavə gəlib burada əlavə torpaqlar götürmək. Lan da əlavə Bəli, əlavə götürür. Onlar islahata gedibdir, torpaqları var. Əlavə gəlib indi burada da torpaq götürürlər. Demək imkan vermirlər ki, bu torpaq olmayan adamlar 1 metr yer istifadə eləsin, uşağın dolanırsın. O 30 hektar başlı oradan yer götürdü şəhid adından. 30 adı 30'da ama 40 hektar yerdi. Bak bu dəqiqədə öz mavini Nadir müəllim, Torpaq Şöbəsinin müdürü, onun qardaşı şəhiddir. Onun atasının adından 40 hektar yer götürdü orada. Hemen o 40 hektarda kəbirə 10.000 manata satıblar icarəyə bir illik. Ne olacak ki Aydra başçısı, ne bileyim Nadir, kimler de neyse. Beyləqan rayonundan. Bəli, Beyləqan rayonundan gedib. 5 dəfə də getmişim yanına elə. Vallahi Allah olsun iş qəbul da eləmirlər adamı. Elə bir söz deyirsən deyir soxlayacağım içəri. Hala, indi bax mən aparsınlar soxsunlar içəri. Mənim arxamda prezidentim durdu. Kim nə bilir eləsin. Mən də deyirəm, Şəxsən Beyləqan rayon icra hakimiyyətinin başçısı. Bəli. Çox hörmətli Əziz Əzizoğlu qəbulunda olmusunuz. Bəli, yoldaşım da olubdur. Mən də olmuşam, hamı olmuşu. Üzr istəyirəm, bax. Dedi ki, icra başçısı Əziz bize dedi ki, çox sağ olsun, əlbəttə gitdik yanına, bizi yaxşı qarşıladı, sağ olsun. Sistə gedəndə. Həmin o Nadir familiyasını bilmirəm, onu da qaldırdı ayağa. Dedi bu cəmaatın dərdi nədir? O kişi bizdən soruşdu ki, siz o yeri neçə il əkirsiniz? Dedik ki 5-6 ildir. Dedi ki Nadir müəllimi qaldırdı. Dedi ki yalan demir ki bunlar. Həqiqətən 5-6 ildir. Yəni təsdiqləndi ki həqiqətən elədi. Sonra sual verdi ki bu il oydan 5-6 il lazım deyil. Bu il o yerdən məhsul götürmüsünüz ay cəmaat. Siz dedik ki bəli. Təsdiqləndi də dedi ki gedin o yer sizindir. O yer sizdən heç kim ala bilməz. Gedin əkin. Bəli, gedin əkin, becərin.
torpağınızı. O torpaq sizindir. Sonra da icara sənətinə baxarıq, yavaş-yavaş həll eləyərik. Yaxşı, burada belə bir sual çıxır ortaya. Əgər rayon rəhbəri bu göstərişi verirsə və sizə qeyd edirsə ki, gedin, əkin, becərin, sizə heç kim heç nə deyə bilməz. Sonra sizə nə oldu ki, siz üçüncü gündə bax belə narazısınız? Bax, o sonrasını bilmirik, vəziyyət dəyişdi. Yəni, kimsə Yəni, yardım onu əlimizdə bir əhmək olmazmı, yoxsa necə? Bizi Beyləqan Bələdiyyəsi, Ağcabədi Bələdiyyəsinə buranı əkdik, başçı buyurdu ki, gedin, tapşırdı ki, gedin əkin. Biz də gəldik, əkdik, yanarxan olduq ki, başçı bizə tapşırdı. Hə, rayon rəhbəridir də qardaş, ondan böyük yoxdur ki. Gəldik, əkdik, əkəndən sonra da Ağcabəddən bizi çağırdılar ki, siz polisə çağırdılar, şikayət olunmuşsunuz, o yeri əkdiyinizə görə, qanunsuz əkdiyinizə görə. Biz də sonra başçı yenə bura gəlmişdi, cəmaatın dərdini, tez-tez gəlir elə cəmaatın dərdini öyrənməyə, maraqlanmağa sağ olsun. Biz də dərdimizi dedik, amma gördük bu səfər o deyil. Yəni, nə baş verdi bilmirik. Məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Muxtar Bağırov Kanal 21-ə açıqlama verərək səsləndirilən iddialara aydınlıq gətirib. Bir qrup Beyləqan rayonu Xaçınabad kənd sakinləri Kanal 21-ə müraciət edərək onların torpaq sahələrinin əllərindən alındığını, başqa şəxslərə verdiyini iddia edirlər. Məsələ ilə bağlı qeyd edirəm ki, onların səsləndirdikləri İsrafilzadə İsrafil 23 dekabr 2024-cü il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, müvafiq orqanlara vətəndaşların müraciəti göndərilmiş, əmlak məsələləri dövlət xidməti tərəfindən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq rəy alındıqdan sonra İsrafilzadə İsrafillə icarə müqaviləsi bağlanmış və rayon İcra Hakimiyyəti başçısının sərəncamı verilmişdir. Eyni zamanda onlara qədər bildirmək istəyirəm ki, həmin kənd sakinləri onların haqsız olaraq rayon polis şöbəsinə onların barəsində müraciət olunduğu əsassız incildiklərini bildirirlər. Məsələ ilə bağlı bildirdi ki, həmin sakinlər təyinatı qış otlaq sahəsi olan torpaq sahəsində qanunsuz əkin işləri apardığına görə əmlak məsələləri dövlət xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən onların barəsində inzibati protokol tərtib olunmuş və əmlak məsələləri dövlət xidmətinə göndərilmişdir. Əmlak məsələləri dövlət xidmətinin rəis müavini Rüstəm Şahbazovun imzası ilə rayon İcra Hakimiyyətinə tədbir görülməsinə daxil olmuş müraciət müvafiq tədbir göndərilməsi üçün rayon polis şöbəsinə göndərilmişdir. Rayon polis şöbəsinə vətəndaşlar dəvət olunmuş və onların müvafiq izahatları alınmışdır. Qeyd edirəm ki, torpaq sahəsi icarəyə verilməsi üçün Torpaq Məcəlləsi haqqında qanunun 3-cü və 48-ci maddələrinə uyğun olaraq icarəyə verilir. Ona görə də vətəndaşların Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət edib nəticəsiz qalmağı barədə səsləndirdikləri fikir həqiqətə uyğun deyildir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanına uyğun olaraq dəqiqləşdirmə aparılmış, elektron informasiya sisteminə daxil edilmiş və Ağcabədi rayon inzibati ərazisinə aid olduğu təsdiq olunmuşdur. Həmin ərazidən, kəndin ətrafında olan ərazilərdən Beyləqan şəhər sakini Əliyev Elçin İdrisoğlu'na, həmin kəndin sakini Şükürov Ergin İbadoğlu'na, eləcə də İsrafilzadə İsrafiloğlu'na icarəyə verilmiş və bir nəfər kənd sakini Əliyev Tofiq Şahverənoğlu rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, hal-hazırda aidiyyəti qurumlara baxılması üçün göndərilib, müvafiq rəy alındıqdan sonra ona da icarəyə verilmə məsələsinə baxılacaqdır. Torpaq Ağcabədi rayon inzibati ərazisinə daxil olduğundan onun icarəyə verilməsi də Ağcabədi rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Bax belə, atalar demiş, haqq gec tez öz yerini tapar. Elvin Maşallahoğlu, Fərhad Quliyev, Zəhra Kələndərova, Kanal 21, Son Xəbər, Beyləqan.